Məndən hər bir ustaya fərq eləmir. Yəni tövsiyə odur ki, yəni işinizi işləyin. Misal üçün nəsə bir çətinlik görəndə olur, işlərdən bəziləri var görürəm yayınmaq istəyir, qaçmaq istəyir ki, bu mənlik deyil. Qardaşım, sən o problemi həll eləməlisən. Öz düşüncəndə sən onu qəbullanmalısan ki, mən bunu əldə eləməliyəm, mən bunu düzəltməliyəm. Mümkünat yoxdur, bu düzəlməlidir. Yəni sən o çətinliklə üz-üzə gələndə sən o problemi həll eləsən, irəlidə o problemlə yenə qarşılaşsan, o problem sənin üçün asan da olacaq. Axı bunu sən düzəldmisən, sən buna vaxtını ayırmısan nə qədər. Sən çabalamısan, əziyyət çəkmisən. Problemini bilirsən sən ki nədir. Asan da olacaq sənin üçün irəlidə. Sənətdə bir balaca çətinlik görən kimi dala qaçmaq lazım deyil. Sən sənətdə əgər beynin yorulubsa, işləyirsən, deyirsən bu mənlik deyilsə, çox yox, bir yarımca saat. Yarımca saat. O yarım saat sənin böyük bir sənətə bəsdir. Bildinizmi necə? Yarım saat sizin üçün böyük bir sənətə əvəzdir. Yəni ona görə o yarım saatı siz bir balaca səbirli olun, yarım saatı səbirləşin ki, beyin özünə gəlsin. Beyin yorulur. İnsan getdiyi yerdə gedir, ayaqları yorulur. Qalmışdı beyin olsun. Səbirli olun həmişə. İşi gördünüz təmkinlə, səbirlə, tələsməyin heç vaxt işdə. İşini bir dəfə görüb getmək istəyirsənsə, heç bir işdə tələsmə. İşi yavaşcasına, fikirləşərəkdən. Düzəlt, qur, hazırla. Amma problemdən qaçma. O problem, hansı problemdən qaçırsansa, hansı yerdə işləyirsən işdə, o problemlə yenə sən üz-üzə gələrsən. İnsan həmişə nədən qaçsın, müqayisəyə baxın. Yəni istər həyat cəhətdə olsun, istər iş cəhətdə olsun. Nədən qaçırsansa ona düşəcəksən. Mümkünat yoxdur. Provunu aparmışam yəni hamısını ki, nədən qaçırsansa, həmən işlə bağlı və yaxud da ki, həmən həyatda nədənsə qaçırsansa, həmən şeyə düşəcəksən. Həmən işə düşəcəksən. Yəni ona görə heç vaxt qorxmaq lazım deyil. Sənət qurban tələb edir. Qurban tələb edir, təbii ki. Yəni qurban da budur ki, sən beynini, düşüncəni qurban verirsən. Necə qurban verirsən? Fikirləşirsən, çabalayırsan, vurursan, beynin yorulur, düzdürmü? Beynin ölü vəziyyətində olur. Sən yarım saat fasilə ver. Yenə qaldığı yerdən o işi davam elə. Gör o işi necə həll eləyəsən. Özün-özündə deyəcəksən. Mən bunu axı nəyə həll eləyə bilməmişəm? Burada nə var idi ki? Yəni ona görə səbirlə, tələsməyin, təmkinlə, səliqə-səhmanla, sən gözəl işdə, səliqəli işdə, qəşəng işdə, Allah da sevər onu. Yəni Allah da sənətin bəxş eləyər. Arzuva çatdırar səni. Yəni sən hər yerdə bir çepə qoyub gedərsənsə, o iş deyil. Bir də bəzi şeylər var ki, çox rastlaşıram belə şeylərlə. Deyir usta tərəfindən, mən heç bir usta pisləmirəm. Sadəcə o olacaqları deyirəm ki, yəni belə deyilir. Nə qədər pul veribsən, puluva qədərin işləmişəm. Xeyr, elə bir şey deyil. Puluva qədəri ilə söhbət deyil. Axı işi boynuva götürürsənsə, sən o işi əldə eləyib, bacaracaqsansa eləginə. Xeyrin gəlmirsə, ziyanlıq da vermə. Ziyanlıq da vermə. Sən onu gönüllücə işləməyəsənsə, eləmə. Sən o işi elə görməlisən ki, qiymətdə necə razılaşmışdınsa, necə səliqə-səhmanla işləyəcəkdin ha həvəslə. Elə işləməlisən, lap az verirsə də. Yəni demirəm ha ki, elə az verir. Yəni qiymət bəri başdan danışmısansa. Misal üçün danışırsan, olur, birinin imkanı olur, birinin olmur. Olmayanda olmur, nə olar ki? Axı bir keçmişə qayıt, sənin də olmayıb vaxtı zamanında. Düzdürmü? Dərin fikirləş biləcəksən nə deyirəm, qurban sizə. Sağ ol.